Salam, hörmətli icracılar. Mən hüquqşünas Zaur Seyidzadə, sənədsiz ev sahiblərinə və 2009-dan əvvəl 2009-dan sonra qeydiyyatda olan şəxslərə bir neçə vacib xəbər çatdırmaq istəyirəm. Zəhmət olmasa, hər şey aydın olması üçün axıra qədər baxın video. Axıra qədər baxmırsınız və yaxud şortda bir hissəsini qoyan şortdan baxırsınız, aydın olmasa o suallar yaranır. İndi mən məsələyə keçməkdən əvvəl sizdən bir daha xahiş edirəm. Videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsi bu barədə xəbər olsun. Eyni zamanda bir məlumat çatdırın ki, Ramazan ayında 2026-cı ildə hüquqi yardımcısı müraciət edən şəxslər üçün hüquqi məsləhətin verilməsi 10 manatdır, ərizələrinin yazılması 30 manat, hörmətli icracılar. Bunu əvvəl qeyd edin ki, mən dəfələrlə qeyd etmişəm. Əlilliyi olan şəxs kimi, əlil təşkilatın rəhbəri kimi, eyni zamanda hüquqşünas kimi, yəni mən bir kitab hazırlamışam, dünyanın tanınmış əlilləri haqqında, həmin kitabı 20 manat satıram. Zəhmət olmasa videonu bəyənin, hamı bilsin. Eyni zamanda bu videoda məlumat verdiğim şəxslərlə bağlı, yəni ki, əlilliyi olan şəxslərdə məlumat verəcəm ki, həmin evlərlə bağlı hansı güzəştləriniz var. Baxın, mən ümumiyyətlə öz təcrübəmi hörmətli icracılar həm hüquqşünas kimi paylaşıram, həm əlil arabasında olan şəxs kimi paylaşıram, həm də ki, əlil təşkilatın rəhbəri kimi paylaşıram. Və yəni keçdiyim mövzuya. Birinci onu qeyd edin ki, 2009-a qədər qeydiyyatda olan şəxslərə qanunverici deyir ki, yəni mütləq həmin evdə yaşamalıdır, çıxardıla bilməz. Bunu nəyə görə deyən hörmətli icracılar? Amma 2009-cu il qeyd olunur ki, mütləq mülkiyyət sahibinin razılığı olmalıdır. Bu həm gəlinlərə aiddir, nəvələrə aiddir, bütün şəxslərə aiddir ki, yəni 2009-a qədər kim həmin evdə varsa, yəni mütləq yaşamaq hüququ var. Burada nəyə görə deyən hörmətli icracılar bir daha qeyd edirəm. Sənədsiz evi olan sakinlərə aiddir. Yəni söhbət gedir tam ev sənədi olmayanların yox. Məsələn, Sovet vaxtı tikib hansısa bir kötü sənədi var, digər sənədləri yoxdur. Onlardan hörmətli icracılar. Nəzərəm, həmin evdə qeydiyyatdasınızsa, sizi çıxarda bilməzlər və bu əsas verir ki, siz müraciət edib həmin evə çıxarış alarsınız. Təbii ki, evin sahibi yoxdursa, hörmətli icracılar. Və ya belə deyək də, eyni zamanda bunu dövlət qurumundan imtina edirsə, məhkəmə qaydasında ala bilərsiniz, hörmətli icracılar. Nəzərəm, mütləq qaydada.